Bir insana sahabə demək üçün nə olması lazımdır? Bir, Allah Resulü sallallahu aleyhi və səlləmi görməsi lazımdır. Onu gördükdən sonra ona iman getirməsi lazımdır və bu iman üzərində də ölməsi lazımdır. Bu üç şey kimdə cəmlənmişsə, o sahabədir. İndi baxırıq Muaviyyəyə. Muaviyyədə bu üçü cəmlənib, Allah Resulunu görüb, Allah Resuluna iman getirib və bu iman üzərində də dünyasını dəyişib. İndi sahabə arasında ixtilaf olub. Muaviyyə və Əli radiyallahu anh. İndi biz bütün məsələləri aparmalıyıq hara? Sən bir şey iddia edirsən, mən bir şey iddia edirəm. Aparacağıq danışmış olduğumuz bütün məsələləri Allahın kitabına. Muaviyyə sahabədir, bunda bir problemimiz yoxdur. Allah Resulunu görüb, iman getirib və bu iman üzərində də vəfat edib. Sənə görə bu iman üzərində vəfat etmədiyinə görə deyirsən ki, Muaviyyə sahabə deyil, düzdür? Sənə görə Muaviyyə bu iman üzərində ölməyib. Yəni sahabə ilə savaşıb, Əhl-i Beytə qarşı savaşıb və bu savaşdığına görə də sən Muaviyyəni kafir adlandırırsan, mənə görə isə Muaviyyə sahabədir. Sən bir şeylər iddia etdin, mən bir şeylər iddia etdim. İndi bu iddia etmiş olduğumuz şeyləri hara aparmalıyıq? Aparmalıyıq Allahın kitabına. Aparaq Allahın kitabına. Allahın kitabında iki mömin tayfa savaşanda Allah bu iki mömin tayfadan birisinə məgər kafir deyir? Allah Azza və Cəllə öz əzəmətli kitabında buyurur ki, وَاِنْ تَائِفَتَانِ Diqqət et, مِنَ الْمُؤْمِنِينَ اِقْتَتَلُوا فَأَصْلِهُ بَيْنَهُمَا Möminlərdən iki tayfa savaşarsa, onların arasını barışdırın, deyir Allah Azza və Cəllə. Diqqət et, möminlərdən iki tayfa. Deməli, iki mömin tayfa bir-biri ilə savaşa bilir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Biz keçən dəfə Muaviyyəni müdafiə edən şəxslərdən birinin bir çıxışını tənqid etmişdik. İki hissədə onun cavabını vermişdik ki, birinci hissədə deyirdi ki, bizə görə Muaviyyə sahabidir, yəni güya Vəhabilər, Sünnilər bir qayda özlərindən çıxardıblar ki, Quranda və hədisdə əsası yoxdur və sahabiyə bir tərif çıxardıblar. Biz də dedik ki, burada da bizim mübahisəmiz var. Gətir göstər görək hansı Quran ayəsi və hədisə əsasən sən sahabiyə belə bir tərif vermirsən ki, Peyğəmbəri görüb, iman gətirib və dünyadan imanla köçüb. Belə bir şəxs behiştədir, sahabidir. Allah ondan razıdır, o Allahdan razıdır. Bunun harası Quran məntiqi ilə uyğun gəlir? Bütün bu sünnilərə, vəhabilərə, hansılar ki, belə bir tərif veriblər sahabiyə və bu tərifə əsasən də sahabini behiştə qərar veriblər, Muaviyyə kimi sahabələri də həmçinin, Muaviyyə kimi insanları da gətirin, göstərin, görək bunun harası Quran-ı Kərimlə uyğunluq təşkil edir. Və ikinci bəhsdə də qeyd etdik ki, bizə deyirdi ki, mən bir şey iddia edirəm, sən də bir şey iddia edirsən. Yəni biz iddia edirik ki, Muaviyyə imanla dünyadan getməyib, Əhl-i Beytə qarşı çıxıb, zamanı imamına qarşı çıxıb. Bu deyir ki, biz isə deyirik ki, Muaviyyə sahabidir, iman vəsfi onda qalıb. Gəl bunu aparaq Quran-ı Kərimə, Nisa surəsinin 59-cu ayəsini gətirdi ki, Allah Azza və Cəllə orada buyurur ki, əgər bir şey barəsində mübahisə etsəniz, fərudduhu iləllahi və rasul, onu Allaha və Rasula müraciət edin, yəni Qurana və hədisə müraciət edin. Biz də dedik ki, sonra dedik ki, biz də Qurana müraciət edəndə Quran buyurur ki, möminlərdən iki tayfa savaşsa aralarını islah edin. Biz də dedik ki, sənin bu müraciət etdiyin ayə bizim mübahisəmizə aid deyil. Niyə? Çünki bizə görə Muaviyyə iman vəsfində qalmayıb. O deyir, möminlərdən iki dəstə, iman gətirənlərdən iki dəstə. Biz də dedik ki, bir kəs ola bilər Əhl-i Beytlə savaşana qədər mömin olsun. Amma Əhl-i Beytə savaş əhdinə gəlib çatıbsa, bu artıq iman vəsfindən düşüb. Həmçinin də Müslimdən bir hədis qeyd etdik ki, Peyğəmbər deyir ki, Əlini ancaq mömin sevər, Əliyi ancaq münafiq, boğz edər, düşmənçilik edər və nifrət edər. Deməli, bu şəxs iman vəsfini itirib. Və burada isə istəyirik həmin şəxsə deyək ki, sən nahaq yerə ümumiyyətlə bizim 14 əsr sonra mənimlə sənin mübahisəvi Quran aparırsan. Elə Muaviyyə ilə İmam Əlinin əleyhissalam mübahisəsini apar Quran-ı Kərimə, gör Quran-ı Kərim bu barədə nə deyir. Elə oxuduğun Nisa surəsi 59-cu ayənin əvvəlində Allah Azza və Cəllə buyurur, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم. Ey iman gətirənlər, Allaha itaat edin və Rəsula itaat edin və özünüzdən olan əmr sahiblərinə. Sonra deyir, فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ. Bir şey barəsində tənazü, niza savaşsanız, mübahisə etsəniz, onu Allaha və Rəsuluna müraciət eləyin, rücu eləyin, qaytarın, görün Quran və hədis nə buyurur. Elə bu ayənin əvvəlində Allah Azza və Cəllə elə bu ayənin özünə qaytaraq həmin o Siffin müharibəsini, İmam Əli əleyhissalam ilə Muaviyyə arasındakı mübahisənin özünü qaytaraq həmin ayəyə, Quran-ı Kərimə.
Quran-ı Kərimdə də elə həmin ayədir. Nisa 59-cu ayə. Buyurur ki, əmr sahiblərinə itaət edin. Siz də hamılıqla sünnili, şiəli, vəhabili hamısı ümmət ittifaq edib ki, İmam Əli əleyhissalam əmr sahibi idi. Muaviyə isə itaət etmirdi. Allah Azza və Cəllə itaət etməyən, əmirə itaət etməyən şəxs haqqında bəs nə deyir? Yaxşı, bu məsələni Siffin döyüşünü qaytardıq Qurana ki, görək əmr sahibinə qarşı çıxan hökm nədir? Allah Azza və Cəllə buyurdu ki, itaət edin. Muaviyə isə itaət etmədi. İmam Əli əleyhissalam dəfələrlə ona dedi ki, gəl bəy gətirincə insanlar bəy etiriblər. Ondan sonra məhkəmə qurular, ondan sonra gəlib isbat eləyərsən filan kəs Osmanın qatilləridir, ondan sonra baxaraq. O isə itaət etmədi. Allah deyir ki, əmr sahiblərinə itaət edin. Deməli, Muaviyə əmr sahibi olan İmam Əli əleyhissalam itaət etməməklə Quran ayəsini, bu ayəni atdı ayaqlar altına. Yəni Allaha itaət etmədi, Allahın bu ayəsinə itaət etmədi. Allahın ayəsinə itaət etməyən haqqında isə Allah Azza və Cəllə Əhzab surəsi 71-ci ayədə buyurur ki, وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا. Hər kəs Allaha və Rasula itaət edərsə, o böyük bir uğur qazanar. Deməli, itaət edən uğur qazanır, behişt qazanır. Bəs itaət etməyən, onun da barəsində Cin surəsi 23-cü ayədə buyurur ki, وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا. Deyir, وَمَنْ يَعْصِ اللَّهَ, hər kim Allaha məsiyyət etsə, və Rasuləhu və Rasuluna məsiyyət etsə, فَإِنَّ لَهُ, həqiqətən də o kəs üçün nərə cəhənnəmə, cəhənnəm odu var ki, xalidinə fiyhə əbədə, əbədi olaraq orada qalacaqdır. Burada yəsilləh, yəni Allaha məsiyyət etsə, həmin itaətin ziddidir. İtaət etsə, onun üçün böyük bir uğur var, məsiyyət etsə, onun üçün cəhənnəm var, əbədi orada qalacaq. Burada nəyə görə deyirik ki, məsiyyət itaətin ziddidir? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm dəfələrlə bu iki sözü yan-yana işlədib. Misal üçün, Əlbani səhih isnadla qeyd edir Əbu Hüreyrədən. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən ata'ani fəqad ata'allah və mən ata'a əmiri fəqad ata'ani. Deyir, hər kim mənə itaat edirsə, Allaha itaat edib. Və hər kim mənim əmirimə itaat etsə, mənə itaat edib. Bu itaatin müqabilindədir ki, وَمَنْ عَسَانِي فَقَدْ عَسَى اللَّهِ. Hər kim mənə isyan etsə, məsiyyət etsə, Allaha məsiyyət edib. Yəni, itaatin müqabilində qeyd edib. Həmçinin Əl-Müsədəq alə-Sahihin kitabına müraciət edirik. 3-cü cild Darul Kutub el-İlmiyyə tərəfindən çap olunan nüsxə Əhlüsünnə alimi Hakim Nisaburunun kitabıdır. Mustafa Abdülqadir Əta bunu təhqiq edib. 3-cü cild səhifə 131-də. 4617 rəqəmli rivayət var. Həm hakim bunu səhih hesab edib, həm də tərxisdədir ki, Şəmsüddin Zəhəbi də deyib ki, səhihdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən əta'ani fəqad ata'allah və mən asani fəqad asallah və mən ata'a aliyyən fəqad ata'ani və mən asa aliyyən fəqad asani. Deməli, burada da itaət və məsiyyət bir-birinə zid kimi gətirilib. Hər kim mənə itaət etsə, Peyğəmbər buyurur ki, Allaha itaət edib və hər kim mənə məsiyyət etsə, itaatsizlik etsə, Allaha itaatsizlik eləyib və hər kəs Əliyə itaət etsə, وَمَنْ أَطَاعَ عَلِيًّا فَقَدْ أَطَاعَنِي. Hər kəs Əliyə itaət etsə, mənə itaət edib. وَمَنْ عَصَى عَلِيًّا فَقَدْ عَصَانِ. Hər kim Əliyə isyan eləsə, itaatsizlik eləsə, mənə itaatsizlik eləyib. Bu Qurana qaytardıq. Görülür ki, Muaviyyənin yeri haradır? Cəhənnəmdə əbədi orada qalacaq. Niyə? Çünki əmr sahibinə itaət etməyib. Bununla da əmr sahibinə itaət edin ayəsini ayaqlar altına atıb. Allahın ayəsini ayaqlar altına atmaq da ona itaət etməməkdir. Allaha itaət etməyən şəxsin də yeri, Allah buyurur ki, cəhənnəmdə əbədi qalacaq. Və indi hədisə müraciət eləyək. Hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İmam Əli əleyhissalam daha doğrusu buyurur ki, Peyğəmbər mənə dedi ki, "Lə yuhibbuni illə mu'min və lə yubghiduni illə munafiq." Məni ancaq mömin sevər, məni ancaq münafiq buğz edər. Müslimdə 78 rəqəmli rivayətdir. Həmçinin həmin rivayəti Əlbani də gətirib. Sahihul Cami'də 2422 rəqəmli rivayət deyir, səhihdir. Rivayət belədir. İnnehu la yuhibbuka illa'l mu'min və la yubghiduka illa munafiq. Deyir ki, səni ancaq mömin sevər, səni ancaq münafiq buğz nifrət edər. Yəni sənə kim bəsləyər, düşmənçilik eləyər. Gördüyünüz kimi İmam Əli əleyhissalam hər kim buğz etsə, düşmənçilik etsə, münafiqdir, iman vəsfini itirib. Düşmənçiliyə qalanda da müharibə, Siffin döyüşü düşmənçiliyin artıq zirvəsidir. Yəni ondan o tərəfə düşmənçiliyi təsəvvür etmək də mümkün deyil. Deməli, nəticə nədir? Nəticə budur ki, xülasə budur ki, biz İmam Əli əleyhissalam ilə Muaviyyənin müharibəsini qaytardıq Qurana.
Quran dedi ki, əmr sahiblərinə itaat edin. İmam Əli əleyhissalam əmr sahibidir, Muaviyə itaat etmədi. Deməli, Allaha itaat etmədi, Allahın bu ayəsinə itaat etmədi. Allahın ayəsinə itaat etməyən şəxs də Allaha itaat etməyib. Allaha itaat etməyən şəxsin də yeri əbədi olaraq cəhənnəmdir. Bu Qurana müraciətdir. Hədisdə də buyurur ki, hər kim Əliyə buğz etsə, o kəs münafiqdir. Velhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin.